20 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rui Jorge'nin təqdimat mərasimi keçirilib. Tədbirdə 55 yaşlı mütəxəssislə yanaşı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib. Qeyd olunub ki, Portuqaliyalı mütəxəssis qarşıdakı 1 il 7 ay ərzində komandanın başında olacaq. O, Alejandro Silva və Romeo Almeida ilə birgə çalışacaq. Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. Azərbaycan millisinin sabiq baş məşqçisi Fernando Santuşla bura gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi. Bura gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üst-üstə düşür. Ölkəmizdə keçiriləcək 20 yaşadək futbolçuların dünya çempionatı ilə bağlı müəyyən işlər aparılır. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında bildirib. AFFA rəsmisi U20 yığmasının ev sahibi kimi turnirə qatılacağını söyləyib. Üstəlik yeni baş məşqçi Jorge'nin köməkçilərindən biri yerli mütəxəssis olacaq. Ən əsas məqam təyinat olunanda təcrübə. Yəni ki, Rui Jorge'un böyük təcrübəyə malik olması və artıq qeyd olduğu kimi Portuqaliya milli yığma komandasına uyğun bir yığma komandasında uzun illər olan təcrübəsi, futbolçu kimi Rui Jorge'un olan təcrübəsi və əsasən bu məqamlar əsas götürüldü təyinatdır. Mərasimdə o da vurğulanıb ki, 20 yaşadək futbolçulardan ibarət milli komandada kütləvi milliləşdirmə planlaşdırılmır. Qeyd edək ki, komandamız gələn il Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U20 Dünya Çempionatında iştirak edəcək.